Azərbaycan sözünü örtbasdır edən erməni xizəkçiyə hansı cəza verildi? Xatırladaq ki, insident 31 dekabr 2025-ci ildə İtaliyada keçirilən xizək qaçışı üzrə Dünya Kuboklu mərhələsində baş verib. Mikailyan start zonasına daxil olarkən yarış formasının üzərindəki Azərbaycan sözünü skoçla örtüb. Mərhələnin təşkilatçıları bunu qayda pozuntusu kimi qiymətləndiriblər. Bundan sonra Ermənistan Xizək İdman Federasiyasının prezidenti Gagik Sarkisyan sosial şəbəkələrdə canlı yayım zamanı federasiyanın öz atletinin hərəkətlərini alqışladığını, həmçinin idmançı üçün nəzərdə tutulan cəriməni tam ödəyəcəyini bəyan edib. Mikail Mikailyan isə öz növbəsində ölkəmizin adını yarış formasında bundan sonra da örtbasdır etmək niyyətində olduğunu bildirib. Bu açıqlamalardan sonra İdmanbiz rəsmi mövqe almaq üçün Beynəlxalq Xizək və Snowboard Federasiyasına müraciət edib. Beynəlxalq Federasiyadan belə cavab gəlib. Start nömrəsində tam görüntüsünün təmin edilməsi hər bir iştirakçının öhdəliyidir. Mikail Mikailyan yarış reqlamentinin pozulmasına görə 100 İsveçrə frankı, yəni 212 manat məbləğində cərimələnib.